Mənim uşağım xəstələnib və qızdırması qalxıb. Mən ona qızdırma salıcı preparatlar verirəm. Sizcə bu doğrudur? Gəlin buna bir aydınlıq gətirək. Qrip və kəskin respirator xəstəliklərdə ilkin olaraq qızdırma yüksəlməsi müşahidə oluna bilər. Lakin qızdırma qalxarkən mütləqmi biz qızdırma salıcı preparatlar qəbul etməliyik? Əslində qızdırmanın həddinə baxır. Əgər qızdırmamız 38-ə qədər qalxırsa, mütləq qızdırma salıcı istifadə etməliyik deyə bir şey yoxdur. Qızdırma özü müdafiə reaksiyasıdır. Yəni qızdırma qalxarkən, bu proses yaranarkən bizim bədənimizdə olan mikroblar, viruslar zülali təbəqələri pıxtalaşmağa başlayır və bu şəkildə onları məhv edir. Qızdırma bu şəkildə müdafiə reaksiyası göstərir. Lakin əgər temperatur 38-dən yuxarı qalxıbsa, 39, 40, 41-ə qalxıbsa, qızdırma salıcı istifadə edə bilərsiniz. Lakin artıq 39-40-a qalxıbsa, həkiminizə müraciət etməyiniz tövsiyə olunur. Qrip və infeksion proses haqqında ətraflı məlumat almaq istəyirsinizsə, Dr. Nemo YouTube kanalında qrip virusunu nə qədər tanıyırıq adlı videonu izləyə bilərsiniz.